Üçüncü suallarımızdan birinci trigonometrik tənliyə, digəri isə üçbucaqda oxşarlığa aiddir. Əvvəlcə birinci sualdan başlayaq. Şərtdə verib sinus 4x bərabərdir kök 3 kosinus 2x. Belə olan suallarda əvvəlcə biz sinus 4x-i 2 qat arqument üsulu ilə açmalıyıq. Olur 2 sinus 2x vur kosinus 2x bərabərdir kök altı 3 kosinus 2x. Bu vəziyyətə çatanda çox adam fikirləşir ki, məsələn, kosinus 2x-i hər tərəfə bölə bilərəm. Niyə? Çünki hər iki tərəfdə var. Amma bu belə deyil. Biz tənliyin hər iki tərəfini yalnız o halda eyni həddə bölürük ki, onun sıfır olmadığından əmin olaq. Çünki sıfıra bölmə yoxdur. Amma biz burada kosinus 2x-in sıfır olub olmadığını bilmirik hələ. Buna görə də trigonometrik tənliklərdə heç bir şəkildə trigonometrik ifadəyə bölmək mümkün deyil. Yeganə həll yolumuz hamısını bu tərəfə keçirməkdir. Yazıram 2 sinus 2x bu kosinus 2x sırf kök 3 kosinus 2x bərabərdir 0-a. İndi buradan kosinus 2x-i ortaqlıq çıxarıram. Nə qalır? 2 sinus 2x sırf kök 3 bərabər 0. Hasil 0-a bərabərdirsə ya birinci hədd, ya ikinci hədd 0-a bərabər olmalıdır. Hər birini ayrılıqda 0-a bərabər edirəm. Buradan tapıram 2 sinus 2x sırf kök 3 bərabər 0. Kosinus 2x'in 0 olduğu hallar, kosinusun 0 olduğu hallar bilirik ki, pi bölü 2 üstəcə pi k'lardadır. Hər tərəfi 2'ye bölürəm, nə qalır? X bərabərdir pi bölü 4 üstəcə pi k bölü 2'dir. Deməli, birinci həllim budur. İndi ikinci haldan tapdığım həllə bu birinci haldan tapdığım həlli birləşdirməliyəm. Burada nə yazıram? Sinus 2x bərabərdir kök 3 bölü 2. 2x bərabərdir buradan. Sinusun hədlərin üstü belədir. Mənfi 1 üstü n vurulsun. Kök 3 bölü 2'ni 60 dərəcə alır. Yəni pi bölü 3'də. Üstə gəl pi yerinə. 2'ye bölürəm. Mənfi 1 üstü n bu pi bölü 6 üstə gəl pi n bölünsün 2. Deməli, birinci haldan tapdığım həllər bunlar. Sinuslu haldan tapdığım həllər də bunlardır. Bu iki həllin birləşməsi bizim tənliyə ödəyəcək. Soldan ən diqqət etməli olduğumuz nöqtə isə buraydı. Niyə? Çünki kosinus 2x-i bölsək, biz bu həll çoxluğunu itirmiş olacaq. İndi ikinci suala baxırıq. Bizə verilib ABC bərabər yanlı üçbucağı. AB bərabər AC-dir, yan tərəflərdir. DC 2AD-yə bərabərdir. AD-yə x, DC-yə 2x demişəm. DY də BC-yə perpendikulyardır. BY-nin uzunluğunda bizə 6 verir. CY-nin uzunluğunu istəyir. Burada əvvəlcə bərabər yanlı üçbucaq olduğuna görə A təpəsindən BC-yə hündürlüyü endirirəm. Bu hündürlük həm median, həm də tənbəlin olacaq. Burada indi oxşar üçbucaqlar yaranır. Məsələn, burada AH desəm, üçbucaq AHC oxşardır. A ilə bu bucaqla bu bucaq D, H ilə Y, C ilə də yenə C. Deməli, AHC ilə DYS üçbucaqları oxşardır. Burada nə tapa bilərəm? AH-ı bilməyim bir önəmi yoxdur. HC-nin tapa bilərəm. HC bölü YS bərabərdir AC bölü DC-yə. AC məndə 3x-dir, DC 2x, qalır 3 bölü 2. Deməli, HC 3k-dırsa, YS 2k-dır. Məsələn, HC-yə verirəm 3k, YS onda olur 2k. YS 2k-dırsa, HY-yə k qalır. Bayaq dedik ki, AH həm hündürlük, həm tənbölən, həm də mediandır. Bu tərəf 3k-dırsa, HC 3k-dırsa, BH də 3k-dır. Bizə verdiyi məlumat nə idi? BY bərabərdə 6. BY-ni k-larla ifadə edəndə 3k üstəgəl k. 4k bərabər imiş 6-ya. K bərabərdir 1/5. Bizdən də YS-ni istəyir. YS də bərabər olur 2k-ya, yəni 3-ə. Deməli, bu sualı həll edilmək üçün əvvəlcə A-dan aşağı hündürlüyü endirib, daha sonra üçbucaqların oxşarlığından istifadə etməliyik.